Qoşqar müəllimə vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir. Qoşqar müəllim, əlavə təhsilə qeydiyyat nə zaman başlayacaq? Zəhmət olmasa ətraflı məlumat verin və kimlər müraciət edə bilər? Əlbəttə. Əlavə təhsilə müraciətlər bu yaxınlarda başlayacaq. Yəni may ayının sonu üçün nəzərdə tutulur ki, əlavə təhsil qeydiyyatları başlasın, müraciətləri başlasın. Amma orada belədir ki, həm portal hesabı açılmalıdır, həm ora müvafiq sənədlər yüklənməlidir, həmin sənədlərin siyahısı var və s. Ona görə də indidən müraciət eləmək lazımdır ki, biz o sənədləri hazırlayaq və müraciətlər başlayanda gecikmədən həmin sənədləri deməli daxil edə bilək. Kimlər müraciət edə bilər? Həm bakalavr məzunları, həm də kollec bitirmiş məzunlar əlavə təhsilə müraciət edə bilərlər. Yəni əlinizdə diplom varsa, həmin təhsil sahəsi üzrə, həmin təhsil daha doğrusu pilləsi üzrə. Məsələn, bakalavrda istənilən bir ixtisası oxuya bilərsiniz, bitirə bilərsiniz. Hüquq təhsilini imtahan vermədən ikinci bir təhsil ala bilərsiniz. Və yaxud məsələn kollecdə istənilən bir ixtisası oxumusunuz, bitirmişsiniz, amma yaxşı deyək ki, ixtisas deyil və tibb kolleci oxumaq istəyirsiniz. O halda siz də yəni imtahan vermədən gedib tibb kolleci oxuya bilərsiniz. Buyurun, sənədləşmə işləmləri ilə bağlı, hər hansı bir probleminiz varsa, müraciətlə bağlı bizə yaza bilərsiniz, biz sizə kömək edə bilərik. Təşəkkür edirik Qoşqar müəllim.